Ya Allah, her zamanki kimi ən möhtəşəm, ən ideal evlər harda? Bizim kanalda. Qardaş, təqdim elə bu gözəlliyi bizə. Evimiz 4 sot torpaq sahəsində üzərində inşa olunub. Bax, bir dənə divarını görsə zəhmət olmasa. Çöl divarına tutmuş, iş divarına kimi ağlarla işlənilir. Evimiz azad ağlarla işlənilir. Evimiz ümumiyyətlə 8 otaqdan ibarətdir. Bir mərtəbəsində 4, ikinci mərtəbə 4, hamısı atdelli mətbəx. Bundan sanitar var, hamı atdelli hörmət var. 2 ailə yararlıdır. Birinci mərtəbə giriş buradandır, ikinci mərtəbə giriş buradandır. İstəyə görə bölə də bilərsiniz, 2 ilə bölə də bilərsiniz. Orada həyatında settasıdır. Yəni burada var. Söhbətgahı da belə deyil. Bu sistemdə setdə azardan söhbətgahı. Oturun burada qəşin istirahat belə. Sanı var burada, qəşin qanışlar burada, qəşin varsın, qəşin düzəlib hamısı. Həyatı, multisi, bunlar qapıdır. Amma bunu xatırladım ki, evimiz qismən əşya satılır. Biz gəlməz, evimiz içində başlayacaq. Burada həyat su lazım olan sanitar boşağıdır. Tunası götürməyə də götürdür. Həyat su lazım olandır. Burada belə balkon hissəsi var, buradan örtülür. Evimiz bir dəfədən qismən əşya satılır. İnşallah ev olmayan insanlar Allah da belə görürlər. Koridorun genişliği gördüğünüz kimi dünya olacaq 2 metre yarımdır. 4 devrəmə qoşadaş, manat beton. Kalınlanı inşa olunub. Burada bir yataq otağımız buradadır. Çok uzağa getməyəcək, çok uzağa getməyəcək. İkinci yataq otağımız. Üçüncü yataq otağımız. Və buraya isə birinci mərtəbə aid olan sanitar boşluğudur. Belə bir gözəl bir mətbəx var, oranı görürük. Pəncərələr hamısı birbaşa öz səhəfinə baxır, hörmətli kanalizərlərimiz. Bir də xatırladım, evimiz qismən əşyalı. Sevgi tam əşyalı satılar. Və burada qonaq otağını gözlərimiz olmasa. Burası evimizin qonaq otağıdır. Birinci mərtəbəyə aid olan, bax belə bir gözəl bir qonaq otağıdır. Qiymət isə, tam mülkiyyət, evin oturmanın tam mülkiyyət sənədləri var. 265 min manata evimiz satılır. Evimiz yerləşmə çox gözəl bir yerdədir. Hardadır? İkinci Araz marketdən məsafəsi maksimum 200-250 metr məsafədə yerləşir. Yolu asfaltdır. Tam yaşayış olan bir yeri. İndi isə mən sizə ikinci mərtəbəsindən tanışayım. Bir də falan. Bir də, iki də atdelli girişlərlə çıxışlarlandır. 2 ailə yararlıdır. Sapan. Burada əlavə olaq. Burada kladovkası bax burada mövcuddur. Burada da gələn də balaca xudmanı, yəni söhbətgahı burada var. Birinci mərtəbə ayrı, ikinci mərtəbə ayrı hörmətli kanalım. Evdən hasarın arasında məsafə var. Bir də xatam gördüyünüz kimi hasarına kimi hamısı ağradaşla döşənilib. Kanalzanı bax buradan da görə bilərsiniz. Çox prestijli bir hissədə yerləşir. Bu binanın qarşısı Araz market hörmətli kanalzanı. Bax belə bir gözəllikdədir. Hamısı burada villalar, burada torpaq sotu həqiqətən çox bağlıdır. Amma bu evimiz təcil olaraq satılır. Şəxsi tikilidir. Mərtəbəmiz sol tərəfdə qardırop üçün şkaf yığılıb və burada sol tərəfində bir yataq otağımız burada var. Pəncərələrin qarşısını kəsən bir maneə yoxdur. Yenə də ikinci yataq otağımız buradadır. Görüb işıq yandırmasaq belə işıqlıdır. Sənədləri birbaşına tərəqadı alıq-satqı hörmətli kanalizasiya edilmiş kupçadır. Evində torpaq tam mülkiyyət sənədləri var. Burası üçüncü yataq otağı, ikinci mərtəbədə yerləşən və sanitar qovşağımızdan mən tanış edim. Burası ikinci mərtəbə aid olan sanitar qovşadır və burada yenə də mətbəx və qonaq otağı var. 2 ailə yararlıdır. Bir də xatam 265 min manat evimiz satılır. Sözsüz ki, deyər alıcılarına yenə də endirim olacaq hörmətli kanalizasiyalarımız. Yetərincə böyük evdir, qəşəng evdir, 2 ailə yararlı evdir. Və sonunda isə bax belə bir qonaq otağı da burada mövcuddur. Bir də xatırladım, evimiz qismən əşyalı. İstəyə tam əşyada satıla bilər, istəyə qismən əşyada satıla bilər. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Burada gördüyünüz koridorun genişliyi 2 metr yarım, 3 metr yaxın koridorun genişliyi forması var.